bəlkə də bu elə ölməyib. Demək 2 il bundan qabaq idi. Dedilər ki, bir məyyit gələcək. Xülasə məyyiti gətirdilər, burada edilirlər. Qoydular, cavan uşaq idi. Mən də kəfəni sərirdim ki, hazırlığımı görüm. Məyyitin yiyəsi başladı soyundurmağa. Mən dedim, dəymin, dedi, yox baba, biz özümüz soyunduraq. Soyundurdular. Mən işimi qutardım. Döndüm ki, baxım, görüm, rəhmətə gedən nə tərdax deyirlər, uşaqdır, belə falan. Təsəvvürə gətir ki, mən onda bir dəhşətə gəldim. Mən inanmadım ki, o ölüb. Yeniyetmə idi. Yeniyetmə idi. 13 yaşı var idi belə. Başladım, heç kəsə yad eləməyə, meyidin yiyəsinə də fikir vermədim. Başladım onu sığalladım sinəsini ki, bəlkə ayılda biləm.